Dizlər üçün resept istəyi ilə bir çox mənə müraciətləriniz var idi. Dostlar, apteklərdə satılan o bahalı Xandra protektorları unuda bilərsiniz. Bu indi deyəcəyim sizin oynaqlarınız üçün əsl maye qızıldır. Ev şəraitində ucuz qiymətə hazırlaya biləcəyiniz təbii və təmiz kollagendir. Diqqətlə dinləyin, bu sadəcə şorba deyil, bu amin turşuları və hialuron turşusunun konsentratıdır. Əsas sir isə biz mal sümüyünün ayaq hissəsini bir xörək qaşığı alma sirkəsi ilə bişiririk. Məhz sirkə kollageni və mineralları sümüklərdən suya çəkib çıxardır. Resepti və videonu qeyd edin ki, qaçırmayasınız. Sümükləri ən az xodda 12 saatdan 24 saata qədər bişirin. Bəli, uzun çəkir, amma nəticə buna dəyər. Sonra süzün və bankalara tökün. Artıq soyuducuda o qatı jele halına gəlməlidir. Hər səhər ac qarnına bir stəkan bu bulyonu için. Artıq 3 həftə sonra o dizlərinizdəki xırçıltını və səhər olan o sərtliyi unudacaqsınız. İnanın bu reseptlə dünyada milyonlarla insan faydasını görüb, mən də sizlər üçün paylaşıram ki, mənim səhifəmdə sizlərin sağlam, güclü və gənc qalması üçün bax belə faydalı videoları bəyənirsinizsə like edin və yorumlarda xoş sözləriniz yazsanız mənə də xoş olar. Dualarınız yetərlidir. Uzun zamandır arıqlamaq, dümdüz qarna sahib olmaq istəyirsinizsə Instagrama direktə mesaj bölməsinə arıqlama proqramı mənə yazın.